Siz bilirsiniz, Ramazan ayı çıxandan sonra Fitr bayramının çıxmaqla Fitr bayramı keçən günü 6 gün biri digərinin ardıcan oruç tutmaq tövsiyə olunur. Qəzası olan deyil, qəzası olmayan üstə. Baxsın da vəziyyətə. Niyə 6 gün deyiblər oruç tut? Cavab verim sizə. Adamın evinə bir qonaq gəlsə, hörmətli qonaq gəlsə, insan neyinir o gedəndə? Çıxır onu yola salır yoxsa yox? 5-6 addım yersən ondan. Sanki Ramazandan sonra 5-6 addım gedirsiniz, ayı yola salırsınız. Yəni gedirsən. İkinci mənası bilirsən nədir? İkinci mənası budur ki, demək istəyirsən sanki mən səndən bezməmişəm ha. Mən səndən bezmədim ha. Mən oruç tuturam sən çıxandan sonra yenə də 6 gün. Birdən bəzi insanlar deyər, şükür Allaha qurtardım. Belə fikirləşər. Nə bada bu kəlmələri deyirsiniz? Allah alar əlimizdən gələn Ramazan orucu. Adamlar var tuta bilmədi, xəstəlikdən indi üzürlü səbəbi oldu. Amma ürəyi qaldı bu Ramazan ayında. Amma Allah sizə bizə nəsib elə daxil. İndi o qardaşlarımız, bacılarımız da tuta bilməyib, o demək deyil, üstün insan deyirlər. Xeyr, indi müəyyən səbəbinə nəsib olmadı. Amma indi ki sizə nəsib olub, birdən belə gileylənərsiniz, şükür Allaha heç nə qalmayıb. Bu kəlməni demişsinizsə tövbə edin. Belə şeyə şükür düşməz. Əlimizdən çıxır böyük bir ay. Digər mənası nədir 6 günün? Ayədə var Quran-ı Kərimdə mən cəə bil həsənə fələhu əşru əmsaliha. Kim bir dənə yaxşı əməl eləsə 10 pay verirlər. Ramazan gündə 30 gün tutdunuz, sanki 30'u vurdun ona 300. 6 gündə tutsun, 6'ını ona vursun 60, 360. Yəni bu qədəni tutsun sanki bir il oruç tutmusan. Bir mənası da budur.